7-ci mərtəbəyə qalxacağıq. Keçmiş məcburi köçkünün girdiyi evə. Görək nə deyəcək, məhkəmənin qərarları olmasına baxmayaraq. Evdən çıxmır, ailə isə çox dəhşətli bir şəraitdə yaşayır. Hazırda buradayıq. Gönül xanımın şikayəti əsasında. Neçə ildir Gönül xanım? 32 ildir gələm bu evə. Artıq 35 ildir. 2 məhkəmə qətnaməsi var. Buna baxmayaraq ailə buradan çıxmır və növbəti instansiya ali məhkəməyə verirlər. Bir qapını döyək görə bizi kim qarşılayacaq? 92-ci ildə biz burada qeydiyyatdayıq. Bunun bütün sənədləri məhkəməyə təqdim eləmişəm. 96-cı Siz necə qeydiyyata düşmüsünüz başqasının evi olur? Məcburi köçkün kimi. Bütün bu binanın hamısı kimi biz də burada qeydiyyatdayıq. Sənədlərimin mərkəzi Baş Qaçqın Konumundan, eyni zamanda Suraxanı rayon Qaçqın Konumundan təmin təsisini məhkəməyə vermişəm. 96-cı ildə bunlara kim denildi ki, biz yaşaya fiktivli bir order alıblar. Bütün məhkəmə sənədlərinə bax. Yox. 96-cı ildə bunlara kim deyirdi ki, biz yaşaya. Sən hani yox alırsan bu orderi. Onun qaynatası çox gözəl bir insanıdır. O özü bilirdi ki, o yalancı bir şeydir. Biz burada gələndə çox böyük bir külfət olmuşuq. Faktiki bu evdə indi iki cənə gözündən birinci qrup əlil yaşayır. Əgər qeyd eləyirsinizsə onu da deyirik. Hə, deyək, heç bir problem yoxdur təbii ki. Böyüdük, artıq bura yerləşmədik. Mənim burada yaşayan ayrı gözündən birinci qrup əlil baldızım da var, 2 dənə. Qaynım var, ikinci qrup əlildir. Gördük, bu bir belə xəstə, burada heç cürə yerləşmirik. Hamımız birləşdik, bir otaq elədik. Mən onu məhkəmədə də demişəm. Onları köçürdük Ceyranbatana. Buradan da qeydiyyatdan gediblər. Burada indi mənim 8 nəfər öz ailə üzvümdür. Çünki biz burada oğlum, gəlinim, 2 nəvəm, bir oğlum, bir qızım, biz də yoldaşımla özüm qalmışıq. İndi də deyirik, bizi evlə təmin eləsinlər. Nə olar, qobuda bizə ev versinlər. Qobuda bizə ev versinlər. Yəni ev verməyiblər də sizə qobuda. Bizə hələ məhkəmə yekunlaşıb, düzdür. Məhkəmədən biz indi uduzmuşuq. Belə faktlar var, amma bizdən növbəti məhkəmələrə müraciət edirik. Yox, niyə cəmaatın evində otura-otura məhkəməyə verirsiniz cəmaatı? Xəstə adamdır, əlil adam. Yox, onlar haqlı olaraq verir, çünki evinə girmək istəyir adam. 2 dənə gözündən birinci qrup əlilib. Tək qadın. Allah bol şəfasını versin. Mən qoltuğuma vurum. Hara küçüyə tökülüm ki, sən gəl burada otur. Yox, baxın Təranə xanım, bilsəydiniz, baxın, onlar evində xəstəlik tapıblar, onun bir balası da xəstədir, sinə batıqdır içəri, yəni əri bilirsiniz ki, xəstədir, özü əlildir, baxın. Bilirəm, onu da bilirəm, öz vəziyyətimi də bilirəm, evimizdə faktiki burada... Yəni, ola bilərmi ki, siz buradan çıxıb heç olmasa bir 5 ayda siz kirada qalın, nə olar o kira pulunu verə bilmir, adamın evidir də. Eşim işləmir, oğlum işləmir. Amma onun da yoldaşı işləmir, oğlu işləmir. Təmin eləsin, harada deyirsən. Bax, aparsın mənə Xocavənd rayonundan ev versin. Aparsın mənə Vənd kəndindən ev versin. Aparsın mənə haradan ev verirsə... Fərqi yoxdur, Qarabağ olsun da, düzdürmü? Özümü də amma Qarabağda, bax, kəndindən mənə ev versin. Bunu gəlmişsiniz, çəkirsiniz. Mən demirəm ki, getmirəm. Çünki mənim evimdə işləyəcək qüvvə yoxdur ki, deyim gedim orada işləyər, istəyər. Amma maşallah deyəsən, oğlunuz keçdi orada, hündür boylu. Oğlum birinci qrup əlildir. Qalıblar evdə. Hamı dağılıb. Allah kömək olsun. Amma birinci qrup əlil kimi bir 800 manata yaxın pensiya alırlar, bəli. Amma onu da yaxşı bilirsən ki, toyuq körlüğüdür, heç onun dərmanını eləmir. İkisi də toyuq körlüğüdür. Məhkəmə kağızında yazmışam, sənədlərim var, dövlət 800 manatı mənə nahaqdan vermiş. 600 əl. Yox, biz nahaqdan sözü demədik. Sadəcə birinci qrup əlillərə o qədər verilir, ona görə deyirəm. İndi də gəlmişsiniz, işıqlandırırsınız. Şəhərin özündənsiz Laçının? Nizami küçəsi insandan ata evi kimi gəlmişik. Burada qaynatamın uşaqları evlənib bölünüblər. Öz, yəni yoldaşımın atı evi Laçın şəhəri Nizami küçəsi köhnə adres. 90 nömrəli evin sakinləri hamımız. İndi bizi yerləşdirsən, bax orada 27 dənə binanın təməli qoyulub. İndi təzə işləyirlər, ustalar işləyir. Qeyd eləyin, siz də qeyd eləyin. Eləyirəm, yazıram. Siz də müraciət eləyin. Bizi həmin binalarda desin problemli ailədir. Yaşadığımız ailə də əlil ailəsidir. Bəli, bəli. Özüm də, qardaşım da şəhiddir. Allah rəhmət etsin bütün şəhidlərimizə. Bizi aparsın, həmin binada yerləşdirsin, evlərə qeydiyyata götürsün ki, heç olmasa bir ildən sonra bu evlər hazır olacaq. Faktiki tikilməyə başlayır. Onda biz çıxaq gedək. Yəni belə heç cür özünüz çıxıb kirayə falan qalmaq istəmirsiniz ki, necə qalım, hə? Bəli, bu durum üçün yox. Çünki dövlətin də qanunu var. Mən niyə çıxıb indi kiraya da qalacaq? Yox, dövlətin elə bir qanunu yoxdur ki, keçmiş məcburi köçkün haradasa kiraya qala bilməz. Elə bir qanunu yoxdur dövlətin, xanım. Məskunlaşdırmalıdır məni.
Məskunlaşmısınız da 35 ildir. Hardasa məskunlaşdırsan çıxım gedim. Xanım deyir ki bizə. Mən ev veriflər getməmişəm, göstər. Qobuda, o sənədlər hamısı məhkəmədə. Qaçqın komda gəlsin, qaçqın kom kimə gəlib deyib, gəlsin. Ay bacı, sən heç güllə görməmisən, sən heç maşın görməmisən, sən burada yaşayan. Sən burada yaşayan idin. Sən eşit deyilsin. Mənim 46 yaşım var, mənim anam əziyyət çəkib ev alıb, atam əziyyət çəkib ev alıb. Mənim 55 yaşım. Mənə nə dəxli var? Mənə nə dəxli get hökumətdən evirsən? Sən get bağça tut, sən get yataqxana tut, sən get icra hakimiyyətinin evini tut. Sən niyə gəlirsən cama? Səni dövlət yerləşdirsin, yalancı! Yalancı, səni dövlət yerləşdirsin. Ay utanasın! Dəqiqə. Dövlət yerləşdirməyib. Sən mənimlə günə girmirsən. Dəqiqə səbirlə. Adamın bir-birini yetişdi bu evdə. Çok az tutmuşsan, çok daha bir. Bacı yok. Nəyinsə çıxış olub deyil. Bəs nəyin yolu, 35 il nəyin yolu? İnsanıq da. Mən insanlıqdan çıxartmışsan. Uşağım alacağım, alacağım. Şəhərimizdən, ürəyimizdən, istəyərəkdən, mən heç kimi qorumam. Kardeşim mağazanda bak. Kardeşimin evi var. Yığışa bilərsin. Bunun evi var. Başka yerlərdə bir ev olmalı. Haber yığışmır kız. Valla sen yalan Ondan değilsin. adam. Ne yalan değil Ne lan. evimiz yoktu, bizimle mağazamız yoktu. Benim gençlerimiz yoktu. Mağazamız olsa, Mənə də valla billah. Mənə də Mənə dəxli yoxdur hökumət. Buyurun. Mənə deyib versin. Buyurun. Mənə deyib versin Atamın hökumət. çocuğu gelip yaxalına gelip burada sizden Kiraz mənə deyib versin. Bu evdə başqası yaşamalıdır. Ev şahidin evidir. Kışkırın. Benim evim onun evidir. Kışkırmağa ehtiyat Kire pulumu ver. Çıkart kire pulumu ver. Niye sana? Evimde yaşamıyor. Yoktu. Evimde yaşamıyor. Yaşam evimde. Çık evimden. Yok ben çıkartın. Kızgınıyla sen almamışsın. Valla kışkırmağa Bir de- kalsa Gel, elə kire kışkırmağa pulumu olmaz. ver. Niye kalmırdın sen ya? Ya bir Yok, yok, Sesini almışsın. Sesini sal aşağı! Adımlarını biraz! Devletin kanununa güvenerek değilim ki, hələlik benim mənimdir. Sen kimse dalınız yere. Ben kiməm? Mən mərhum Heydər Əliyevin sözünün əlində bayraq eləyənəm. Mən İlham Əliyevin, mən İlham Əliyevin yaratdığı dövlətdə, qanunlarla idarə olunan dövlətdə yaşayan bir sakinəm. Müvəqqəti burada yaşayan şəxsəm. Mən iddia eləmirəm ki, Sen de vatandaşsınız. Sen de vatandaşsınız. mən iddia eləmirəm ki, mənim deyil, sizindir. Ya ne olsun Amma ki? Ümummilli lider Heydər Əliyev deyib ki, 98-ci ilə qədər hər bir qaçqın, hər bir məcburi köçkün məskunlaşdığı yerdə öz ata-baba yurdunda məskunlaşana qədər 98-ci ilə qədər. 98-ci ilə qədər məskunlaşmış şəxslər öz ata-baba yurdunda evlə təmin olunana qədər çıxardıla bilməz. Bu söz istəyirəm. Qanunlar Deyirsiniz ki, məhkəmə O qanunu dövlət çıxardı. məsələləri üçün. Deyirsiniz ki, məhkəmə qanunu Şəxsi bizə vətəndaşlar Şəxsi evlər üçün deyil. Natamam tikili olub, natamam. Üzr istəyirəm ifadəmə görə. Aha. Tualeti, hamamı, hamımız özümüz unitaz qoymuşuq. İşığı belə çəkili olmuyor. Natamam Bəli. bina. Biz də burada 4 il neçə ay yaşayandan sonra bunlar birdən order alıblar. Yekin müdürü burada kişi varmış. Əsaslı mən danışıram sizə. Bütün cəmaatı, bax bu cəmaatın hamısını o kişi zibilə salıb. Aha. İşdən çıxırmış deyə pul alıb həryə bir order. 8.000-ə bir order, 8.000-ə bir order. Nə qədər ki bu əhatə hamısı qaçqındır. Onun hamısını o kişi burada zibilə salıb. Bunlar sən mən yaşaya-yaşaya 6 ildən, 4 ildən sonra niyə bura order alırdın, sənin qədər alırdın? Alıblar sarılıqlarına İndi də almışsan sağlığına qismət. Yox, Aha. hələ əslində o bizim Buyurun da. haqqımıza Məni gedir. yerləşdirin. Aha. Mən ora ala gedirəm. Ev versin, çıxım gedir. 8 baş sülfətəm. Aha.
qardaşı şəhiddir, mən də gözdən nəriləm, birinci Aha, qrup aha. əliləm. Oğlum da birinci qrup əlildir, toyuq körlüğü. Məni harda yerləşdirsin, mən çıxım gedim, o da gəlsin evinə yığışsın. Aha. Bizi məhkəməyə verən də bunlardır. Aha. Gözləsinlər məhkəmənin axırı nə Yox, tarsın. Sonra Sonra Qaşqın gəlsin məni harda yerləşdirsin. Qobu deyir qobu, hansı alınmış rayon deyir ora. Aha. Heç Qarabağda Yerləşsin. məskunlaşdırsın, evi özümüzə versin. Evi Oradan özümüzə versin. məskunlaşarsaq biz yenə məcburi, orada Aha. qeydiyyatdan tamam qeydiyyat oluruq yenə. Amma bizi yerləşdirsin Xan kəndində. Aha. Məni yerləşdirsin o əvvəlki Martunda indi bilmirəm. Xocavənd rayonunda, bəli. Qardaşım da Harda şəhiddir. oldu? Polni Harda hüququm var. oldu? Torpaqlarımız orada. Amma siz şəhid ailəsi sayılmırsınız da 18 qardaşınız yaşından olduğuna görə. Olsun da qardaşım. Anamın Hə. zulmla atamın keçəldiyi. Bəlkə elə kürəyimə dirəyəcəkdi ki, bacımın yolda gəlirdi, bana bir ev alacaqdı. 12-misinin uğrunda ölüb. Bax, bu evi asqaz edirəm. Bu ev mənim evim deyil. Bu ev Aha. başqasının Amma bizi evi. yerləşdirsin sonra. Məni yerləşdirsin, harda yerləşdirsin. Mənim qaşqın statusumu əlimdən almasın. Harda yerləşdirsin, ora getməyə razıyam. Ailəm də razıdır, özüm də razıyam. Minçən kəndində atamın evi var, atam pekarının müdürü olub. Faktiki evindi, qapı pəncərə yoxdur, evimizdən bir daş düşmüyor. Aha. Hökumət gedib düzəltsə, indi deyilən villadan 92-ci ildə biz qaçqın düşmüşük. Aha. Laçın rayonu, Nizami küçəsi, ev 90-da da əmimin ikinci evi var. Aha. Hələ üçüncü evimiz tikilən qaraj da var Laçında. Yəni biz sıradan gəlib, burada kiminsə bu konserva qutusuna... Evli eşikli olmusunuz, bəli. Evli, eşikli. Pekarnının, Laçın rayon pekarnısının müdürü qaynatam olub, əmim olub. Kənd pekarnısının müdürü atam olub. Aliyev Şahlar Aloğlu, Aliyev Aydın Aloğlu. Yəni Laçının seçilən ailələrindən olmuş da qısaca desək. Laçının seçilən Aha. ailələrinin biriyik, bunu bütün Aha. Laçınlılar bilir. Burada da nə keyfimizdən gəlməmişik, nə öz başına yığılmamışıq. Hə, heç kim deyə bilməz keyfinizdən gəlmisiniz. Hə, təbii ki. Amma keyfinizdən getmirsiniz də bəzən, hə? Yox. Yox, hə. Ev versələr gedəcəksiniz. Aha. Səhərdən sizə neçə dəfə söz demişəm. Bəli, mən bilirəm, verəcəm çıxışınızın hamısını. Bəli. Bizi, bax Xan kəndində ev versin, oğlum ailəlidir, 2 qızı var. Bu gün atası cildədir, gəlin Aha. evdə yoxdur, gətirib göstərərdim. Bu oğlunuz da, hə? Yox, Hə. subaydı. Hə. Bu gözündən birinci qrup Aha. əlildi, ona görə... Ailə qurmayıb hələ, hə. Ailəsi yoxdur Aha. hələ. Bir dənə də qızım var. Bir qızım, Allah bir saxlasın, oğlum, Allah bir saxlasın. qızım ailəlidir, o gedib o heç. Aha. Hə, bizi yerləşdirsin Xan kəndində, Ağdərədə. Fərqi yoxdur da Qarabağda. Fərqi yoxdur. Bizi harda yerləşdirsin, oğlumu da, özümü də. Biz də gedək, qəşəng orada yerləşək, olsun öz evimiz. Sənin hər kəs biz buradayıq da. O deyib bir mövzuda düz ortaya çıxartmaq üçün hər iki tərəfə qulaq asmalısınız. Əlbəttə ona görə də bura gəlmişəm də, evə girdim, bəli. Burada ola bilər ki, xanım bizim barəmizdə çox şey danışar. Telefon soyuq evdədir. Biz xanımın barəsində çox şey danışa bilərik. Mənim vəkilə zəng etməkdən məqsədim odur ki, reallıq elə tam şəffaf şəkildə ortaya çıxsın və siz bunu görün ki, danışılanın əksəriyyəti, xanım düz deyir müəyyən şeyləri. Bu Buyurun. Qurandır. Aha. Bu Quran haqqında mənim evim yoxdur. Aha. Nə mənə ev təşkili eləməyiblər. Aha. Bizim işimiz məhkəmədədir. Məhkəməyə də biz verməmişik. Bizi bunlar məhkəməyə verir. 20 gün olar, olmaz. Bizim hörmətli cənab İlham Əliyev yeni qanun qəbul eləyir. Bununla bir sıra qaçqınlar razı deyil. Əslində baxsan biz də mən Laçınlı ola. İkinci dəfə qaçqın gedim. Niyə Ağdərəyə gedim tutaq ki? Mən gəlirəm. Siz demirdiniz ki, Qarabağı alsın prezident. Prezident Qarabağa fərqi nədir ki? Evimizin durumu üçün. Aha. Harda verir versin. Aha. Qobuda versə yenə müvəqqəti verəcək. Amma bax versin Ağdərə rayonunun özündən, Vəngdən, Xan kəndindən, Xocavənd rayonunun özündən, rayona yaxın bir yaxşı kəndindən ki, mən 2 dənə birinci qrup əlilim, gecə bir skoru lazımsa durub bir tərəfə çatıra bilim. Çünki mənim işləyənim yoxdur. Bizim bu evdə gözümüz yoxdur. Bizi harda yerləşdirirsən, yerləşdir. Bir jurnalistsən. Aha. Harda yerləşdirirsən, yerləşdir. Əgər eşitsən ki, biz oranı atqaz elədik, onda bil ki, jurnalist İlham Əliyev o gün sərəncam çıxardıbdı ki, qaçqınlar məcburi köçsünlər. Aha.
İşğaldan azad olunmuş torpaqlarda evlə təmin olunandan sonra ki, bax o Bəli. bizə deyə köç Xocavəndə köçməliyik. Bəli, 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 bəli. Xocavəndə biz gedək gəlsin qızın evinə. Nəsə almış evə Nədir çıxın evimdən, evimdən çıxın. Qoy ki, bu evdə yaşamırlar. Əlbəttə ki, evi təzə almışdım. Qapımızı düzəldəcək Çıxın evimizdən. Gətirirdi qapı qapıdan, o evimizə girib. Sən onun orası yalandan danışma. Biz yaşayandan 4 il, 8 ay sonra... Nə dəxli var? Şıpılım mənim evimdən alıb, nə dəxli var? Belə 5 ildən sonra alıb tutacaqsın, nə dəxli var? Çıx qaynatamın mənim evimdən. Həyasız təbii. Biz Tərbiyəsiz özürsüz. Murtdan özürsüz. Öyle əzab çəkəsən. Nə yüz çıxacaq? Çıxın evimdən oğurlar. Heç bir ev o dövrdə kommersiya üsulu tikilmirdi. O dövrdə indiki kimi evlər tikilmirdi. O vaxt uçot var idi. O vaxt da yaşaya məni təhqir edirsən. Kişiliyimi Kişiliyimi Qapı bağlayın da, nə olar xarcı. İnsan evinə Sən girsin. gətirsin mənim kişilə pulumu versin. Mən çox xahiş edirəm hörmətli prezidentdən. Bu qanun vericiliyi çıxardanda nəzərə alardınız ki, bu evin sakinləri də kirədə yaşayırlar. Bu evin əlin sakini, Yoldaşım Əli. əlilliyin əlindən alıblar. Bir dənə gəl görün. Bunun ayağı təzədən düzəlməyəcək. Bunun əlilliyi niyə əlindən alırsınız? Bu ayaq təzədən düzələcək. Təzə bilmirik. Niyə bu qədər haqsızlıq olmasın? Mən çox xahiş edirəm. Səbir, məhkəmə, 2 instansiya məhkəmə sizin xeyrinizə məsələni həll edir. 1-ci instansiya məhkəməsi də deyib ki, ev sizindir, çıxarılmalıdır. Sənədimizi yoxlatdırmağa. Ali məhkəmədə, aha. Ev nə vaxt alınıbdı, danışıqları hamısı yalandır, ev nə vaxt alınıbdı, hamısı sənədlərdə var. Və inzibati deyib ki, bu söhbətin qaldırılması qəti qadağandır. Çünki ev həqiqətən bizimdir. Aha. Və sonra bu dəfə ali məhkəmədə də yenə də yəni onların işinə qarşı baxılmaq tərəfə. qadağan olundu. Təzədəndən apellyasiya verirlər. O 20 gün apellyasiyanın ən axırıncı günündə verirlər. Hər gün uzatdılar. Hər ay 500 manat. Neçə ay oldu? 200 manat, o 500 manat. Mən 50 pulunu kiraya verirəm. Mənim yoldaşım da 50, özüm dəliləm, uşağım da. Mənim evimdən çıxsın. Bu qanun vericiliyi Mən verəndə devlətdən xahiş edirəm, mənim evimdən çıxsın. Mən pensiyamda kəsilib, necə ödəyim? Yaşamasın mənim 5 otaqlı evimdə, versin mənim evim, mənim mebellərim çürüdü, qarışdı. Mənim evimdən çıxsın. Cənab prezident, mənim evimdən bunu çıxardım. Bu mənim 5 otaqlı evimi bəyənmir, deyir paneldə yaşayıram. Çıxardın, atın o kirayda yaşasın. Mən bizim kirayalarda pul ödeyə bilmirəm. Ev yəsi mən evdən çıxardır, indi mən də bunu evimdən çıxardırım, çıxsın evimdən. Ev kirayəsi verə bilmirəm. Yoldaşım əlindir. qonaq belə 3 gündən sonra qonaq olmur. 10 ildə özlərini tutublar. 20 ildə özlərini tutublar. Kim hara gedirsə özünü tutur. Hökumət işıq pulu verməyib ki, qaz pulu verməyib ki, bu imtiyazlar onlara kömək edir. Uşaqlarını pulsuz oxutma imtiyazları olur. Amma bizdə o imtiyaz olmuydu. Biz çox əziyyət çəkmişik. Biz kirayelərdə 30 ildir, biz kirayelərdə əziyyət çəkirik. İndi artıq 35 ildir. Torpaqlarımız 20. Niyə görə mən yığdım, Bəli. o getməliyəm, ipoteka götürməliyəm. Və mən ipotekada ödeyə bilməməliyəm, bir də çıxmalıyam, niyə? Yəni hamının imkanı o qədər çatmır, hamının əqli o qədər çatmır ki, vursun qazansın. Necə onlar hökumət deyirlər. Biz öz dövlətimizə inanırıq. Biz həyasız adamlar deyilik. Mən bura 21 yaşında gəlmişəm, indi 46 yaşında gəlirəm. Mən 21 yaşında da kirədəydim. 23 yaşında da kirədəydim, 2 uşaqdan verə bilmirdim. Əziyyətlə dolanırdım. İndi 46 yaşım var, mən yenə də kirədəyəm, yenə də gəlirəm. Niyə ev ala bilməmişəm? Çünki uşağımı oxutmuşam, uşaqlarımı böyütmüşəm, kirədə qız ərə vermişəm. Mən ciyər xəstəsiyəm, 5 dəfə əməliyyat olmuşam, 2 dəfə kimya almışam. Mən hansı bundan kimya verim, mən işləyə bilmirəm, 2 saatdan çox ayaq üstə dura bilmirəm. Gör mənim nə vəziyyətə salırsa, mən artıq qapı döyürəm. Mən bugünə kimi qapı döyməmişəm və bugünə kimi mən qışqırmamışam. Mən hər dəfə deyirəm, eybi yox, qaşqındır, vətəndaşam, yaxşı, mən də vətəndaşam. Qoy gətirsin, bura bir dənə medal versin mənə ki, 35 il kilə saxlamışam evimdə. Mən qaynatam o qədər salih adamız ki, bura gəlmirdi, o heç vaxt. O dövlət bircə dənə fikirləşsinlər. Mənim başqa evim olsa, mən niyə demir panel evdir, mən niyə zülüm çəkə gələrəm? Ehtiyacım var da. Hökumət də bunların evini tikənə kimi mənim atamın pensiya fondunda 22.000 manat, anamın pensiya fondunda 17.000 manat var. Heç bir pensiyonerin 18 yaşına çatmamış övladı olmur. Çünki heç 50-60 yaşında heç kim uşaq doğmur. Mən müəlliməyəm, mən jurnalistika qutarmışam. Mən
xarici dil müəlliməsiyəm, xarici dillər universiteti, 2 də universitet qurtarmışam, 20 il müəllimə işləmişəm, mən niyə bu vəziyyətə düşməliyəm? Mən xalqımın ziyalı müəlliməsiyəm, mən niyə bu vəziyyətə düşməliyəm? Niyə mən xəstəliyə görə işləyə bilməyim, bu vəziyyətə düşməliyəm, olmaz axı bu. Mən də dövlətimdən xahiş edirəm ki, bu qaçqın çıxana kimi mənimki də pulumu versin. Onlar da düşsünlər, çox xahiş edirəm. Onlar da düşsünlər. Çünki onlar da başqalarının evini tutublar, veclərinə də deyil. Onlar da başqalarının evini tutublar və onlar fikirləşmirlər ki, o evlərin də sakinləri var. Hamısı bu vəziyyətlər. Niyə bilərəkdən mane olursunuz ki, çəkilişimizə xanım? Niyə ki? Niyə mane olursunuz çəkilişimizə? Bəs bayaqdan sakit dayanmış. İndi görürsünüz çəkilişə ilə qışqırırsınız burada. Az 2 saatdə başdan mediamızı aparmışsınız. Demək ki, burada birinin şikayətini çəkirsənsə, o birisi oradan səs eləyir ki, şikayətlər eşidilməsin. Biz burada müsahibə götürürük. Xanımların səsindən imkan vermirlər ki, xanım, danışırsınızsa gəlin siz çəkin danışın. Biz evimizi istiyoruz. Biz işimizle meşgul. Siz niyə narahat olursunuz ki? Siz niyə narahat olursunuz ki? Kiminsə evinə girmişsiniz, çıxmırsınız, siz də narahatsınız. Yaxşı eləmişsiniz, kiminsə evinə girmişsiniz. Heç kim sizə verməyib. İtəliyib yıxıblar sizi, gəlib evinizi istəyəndə. Mən 21 yaşımda bir gəlmişəm, 23 yaşımda bir gəlmişəm. 23 yaşımda məni o pilləkəndən yıxdılar. Özü deyirlər ki, sizi tanımırlar amma. Deyir gəlin gəlirdi amma sizi Mən tanımırlar. səni tanımıram. Məhkəmədə deyir ki, səni tanımıram ki. Əlbəttə Qocaldı da tanımarsan. yazıq, nə Qocalmışam. illərdir kirayədə İllər Sürüb keçir. deyərik. Qocalmışam. Mən də cavanlıq qalıb ki, tanıyasan məni. Haqqımı yeyəndən sonra mı tanıya bilərsən? Hansı haqq yeyən, yediyi haqqın sahibi tanıyır, heç birisi tanımır. Söhbət burasındadır ki, yəni bunlar oradan gələndə heç bir yeri yox idi, elə Güləşliyə gəldilər. Axı bunlar heç Laçından qaçmayıblar. Bunlar vaxtı ilə burada Talqıçqada işləyən, rayon propiskası ilə yaşayan rayonlular idi. O vaxt ki qayda çıxdı, ay nə bilim qaçqınları çıxartmayacaqlar, tutduqları evdə. Bundan istifadə elədilər. Ya məcbur köçkün gəlməyiblər bunlar deyirsiniz. Yalanı deyirlər ki, biz məcburi köçkünük. Məcburi köçkün necə əyilmiş rəyəninə kimi, hərdəsinə kimi gəldi, gələn kimi də girdi taxta. Böyük məcburi köçkün olur. Yaxşı keçdik, torpağın yoxdur, keçdik. Mən atamın da anası, atası, tutaq ki də qohumları, qaçqınlar olublar da. Biz heç kimin evini tutmamışıq. Biz heç kimin evini tutmamışıq. Mən xalam bir balaca bir yerdə kirə tutub, işləyib də o kirənin pulunu veribdi, güclə özünə ev alıbdı. Amma heç kimin evini tutmamışıq. Çünki bilirik ki, o da evdir də. Yəni mən köçkün gəlmişəmsə, mən başqasını niyə köçkün edeyim? Biz də pis vəziyyətdə bir evdə yaşayırdıq. İllərlə o çərədə dururlar. O vaxt ki, evlər siyahı ilə tikilirdi. Öz başına heç kim ev tikmirdi. Siyahı ilə tikilirdi. Onların maaşlarından tutulurdu. Belə ki, ev veriləcək. Siyahı ilə ev tutulurdu. Yəni biz başqa yerdə ev ala bilməzdik. Bura propiskaydık deyəndə, burada gəldik ev aldıq da. Yəni dövlətin o vaxt qanunu belə idi. Sovetin dövrü ilə o vaxt gedirdik. Və bu evdə uçotda duranlara düşürdü bu ev. Deyir ki, sən gəlib yaşayardın da, evi təzə qərar veriblər. Ay başıma dönüm. Bugün Azərbaycanda Sovetin dövründə olan Qubça ilə yaşayan adamlar var. Məyər özəlləşməni hamı tez eləyir. Məyər hamı Qubçanı tez eləyir. Durum verir inzibati məhkəməyə ki, sənədiniz düz deyil, nə qədər arsız olasan. İndi sizə başqa cür danışır. Amma məhkəmədə təmiz başqa cür danışır. Belə olmur da. Mən nə istəyirəm ki? Mən də vətəndaşam, o da vətəndaşdır. Nə olur, birinə o qədər imtiyazlar olur. Bəs evi tutulan vətəndaşlara imtiyazlar olmasın. Evi tutulan insanlara da imtiyaz verirlər. Mənim də uşağımın hansısa təhsilinə kömək eləyir. Mənim də hansısa xəstəliyim varsa ona bir kömək eləyir. Mənə də evə kömək eləyir. Mənə də hansısa ipotekada kömək eləyir. Mən də görüm ki, hökumətim məni də fikirləşir. Mən də vətəndaşam da, məni də düşünürlər. Mən nə istəyirəm ki, hökumətimdən? Mən dava eləmirəm, mən gəlib zorla qapı sındırıb kimisə atmıram bayra. Mən ağıllı adam kimi ədliyə müraciət eləmişəm də, məhkəməyə müraciət eləmişəm. Uzanır məhkəmə, uzanır, bu qədər uzanır. Bu qədər 4 ildə fikirləşmir məhkəməsi də, hökuməti də fikirləşmir ki, bu insan axı yazıb mən kirədəyəm. Atalar istəyir ki, nəsə eləsin. Arxayındılar ki, orada hökumət evimdən çıxardacaq, balam yığışacaq evimə. Atanın ürəyi partladı öldü, ananın ürəyi partladı öldü. İndi neynəməlidir, uşaqlar qalmalı küçədə. Haqqımız var da, öz evimizi istəyirik. Uşaqlığımızı, cavanlığımızı aldılar əlimizdən.
İndi biz şu yaşlanmışıq. İndi rahatçılıq istəyirik də biz. Özlərini elə aparırlar. Atama deyir ki, gətirsən deyir 60.000 pul ver. Sonra gördü. Sonra Məndən dedi 40.000 gəlmişdi, pul papam ver. məndən. Yazmışın səsi də Papam vardı. məndən gəlmişdi. 40.000-i gətir qoy bura çıxın. Qaynatama deyir ki, yoldaşı Aha. təmin. Ata əri deyir ki, yoldaşı 30.000 deyir. Nə 30.000? 30.000-ə nə eləmiyorlar? Sən sus, ərinə deyir. 40.000 deyir versinə. Biz nəyə bilərik ki, deyir 30.000-dən yoldaşına deyir. Qaynanam da belə deyir. Qaynanam, ay bala deyir, siz evimizdə satdınız. Bəs biz kiraya əziyyət çəkirik. Baxın mənim oğluma, baxın mənim gəlinimə. Mən evimdən niyə pul verməliyəm? Öz haqqı, halal haqqımı istəyirəm. Evi pul verib almışam. Sən çıx da evimdən. 30 ildir Mən sən deyir, bir 100 qıldır manat çıxmayın. qoysaydın qırağa, heç olmasa gələrdin, halallıq verərdin ki, mən sənin evində qalmışam. Siz necədir? İnsanlar var, kimisə evindən girəndə heç olmasa utanır da, bir sıxılır, gedir Bəli. hökumətə. Bunlar isə kameraya başqa cür oynayırlar. Amma arxada təmiz başqa cür. Yəni mümküniyyatı deyil. Yəni insan biraz heç olmasa utanar da, axı mən başqasının evinə girmişəm. Mən Qaçqın.com-a getdim. Qaçqın.com-da kompüterdə baxdım. Aliyev Fuad zəbt olunmuş evdə yaşayır. Qarşısında yazılır ki, Aha. zəbt olunmuş ev. Mən olmuşam neçə dəfələrlə, hər dəfədə yazır ki, mənə göstərirlər Qaçqın.com-da onlar işçilər ki, onlar zəbt olunmuş evdə yaşayırlar. Siz narahat olmayın, onlar çıxacaqlar. Biz də məhkəməni uduruq, udavda gedirik. Məhkəməni də inşallah ki, axırıncı məhkəməni udub onların çıxarış gününü görəcəyik. Axırıncı ujaya götürüblər, apellyasiya kassasiya veriblər, təzədən apellyasiya veriblər. Hansı ki, məhkəmənin qərarında qərar olunub ki, onlara uja qisməndə olmaz da qadağandır, evdən çıxarılmalıdırlar. Yəni evdən çıxarılmalıdırlar. Yox, qərar qüvvəyə minsə, onsuz da icra probasiya şöbəsi gəlib, onları evdən o çıxardacaqlar, hər bəli. dəfə uzadırlar. 2 ay, 3 ay, 4 ay. O 2 ay, 3 ay hamısı puldur. Məhkəməyə getmək də puldur. Heç nə havayı deyil. Heç olmasa məhkəmələri zəbt olunmuş ailələrə pulsuz Pulsuz eləsinlər. etsinlər. Hamısı pullandı. Hər şey bahadır. Belə olmur. Qərar verilir. Qərarda təmiz başqa şey verildi. Sonra qərarda çıxanda orada yazılıb ki, şikayət qismən təmin edilsin. Qaçqının şikayəti. Təzədən deyirik, axı siz orada başqa cür danışmırsınız. Bir də 2 ay işimiz uzadılır, bir də qərardat dəyişilir. Yəni bunlar hamısı vaxt udur. Onlar vaxt udur, mən başa düşürəm, çıxmaq istəmirəm. Mən onları hər cəhətdən başa düşürəm. Amma bizi də başa düşsünlər də. Bu 2 ay mənim üçün 1000 manatdır. 2 aydır mən Bir pensiyamı almıram, kəsilibdir. Ev pulunu necə verim? Nə qədər ev pulu verim? Çıxsınlar da evimdən. Axı işləyənim, qazananım yoxdur mən. Hardan alım? Bir qədər haqsız danışır ki, artıq məcbur olursan, artıq nə bilim ziyallılığı da qoyursan qırağa, müəllimliyi də qoyursan qırağa. Müəllimə kimi 22 il işləmişəm. Yəni mən heç özümə sıxışdırmazdım ki, mən belə bağlıram, amma artıq o vəziyyətə gəlir ki, insan iç səsini çıxartmaq istəyir ki, bura göynüyür axı. Mən neçə ildir bura elə gəlib baxıb uzaqdan gedirəm. Bu qədər olmaz Onlar da. kirayə qalanın evində yaşayırlar. Əlilin evində yaşayırlar. Mən dövlətdən istəyirəm ki, bizi təmin eləsin. Yaxşı, Qaçqına nə vaxt ev tikəcəksiniz, çıxaracaqsınız, sizin öz planlarınız var. Amma zəbt olunmuş evin sakini əziyyət çəkirsə, buna yardım eləyin də. Bizə də imtiyazlar olsun. Biz evlə təmin eləyin, onların evi çıxandan sonra həmin evdən bizi çıxardıb gətirərsiniz öz evinizə.